Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törətməkdə davam edir. Qarşı tərəf Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazisinə od vurub, yanğın hazırda qoşunların təmas xəttindəki neytral sahəyə keçib. Yanğının miqyası getdikcə genişlənir, bu barədə məlumatlar bizə daxil olmaqdadır. Hazırda Qarabağ büromuzdan Ramil İbrahimov bizimlə birbaşa olaraq telefon bağlantısındadır və ən son məlumatları ondan əldə edəcəyik. Hər vaxtın xeyir Ramin, ən son vəziyyəti səndən eşidək. Əsasən bayram və əlamətdar günlərdə aktivləşən Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı işğal altındakı ərazilərdə yanğınlar törətməkdir. Bu dəfə də Ermənistan silahlı qüvvələri cəbhənin digər istiqamətində, Ağdam istiqamətində yanğınlar törədib. Hazırda yanğını Ağdamın işğal altındakı Şıxar kəndi ərazisində müşahidə edirik və yanğının miqyası olduqca genişdir. Onu da xatırladım ki, 2 gün öncə də yanğınlar Ermənistan silahlı qüvvələri tərəfindən cəbhənin digər istiqamətində, Tərtər rayonu istiqamətində törədilmişdi. Orada da Tərtərin işğal altındakı Seyid Sulan kəndində yanğın başlamışdı və hətta əraziyə yanğın söndürən maşınlar da hər ehtimala qarşı cəlb edilmişdi. Hazırda hələlik bu yanğının kəndə keçmə ehtimalı yoxdur. Sakinlər yanğının günorta saatlarından başladığını deyir. Bu qədər. Təşəkkür edirəm, bu əməkdaşımız Ramil İbrahimov idi. Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam istiqamətində törətdikləri yanğın barədə ən son xəbərləri bizə birbaşa olaraq təqdim edirdi. Bəli, Ermənistan silahlı qüvvələri Azərbaycan üçün əlamətdar olan günlərdə xüsusilə cəbhə xəttində aktivləşirlər. Bütün bunlara baxmayaraq qarşı tərəf layiqli cavabını alır və cavab atəşi ilə susturulur.